İyulun 23-də Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Ağabəyli kəndində sakinlərlə növbəti səyyar görüşü baş tutub. Qəbulda kənd sakinləri tərəfindən rayonda sosial-iqtisadi sahədə görülən abadlıq işlərinə görə minnətdarlıq ifadə olunub, eyni zamanda kəndin bir sıra problemləri ilə bağlı müraciətlər səsləndirilib. Kənd sakini Sevda Bağırova ərazidə içməli su və elektrik təminatının yaxşılaşdırılması barədə müraciət edib və hər iki məsələnin həlli üçün Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və Ağcabədi elektrik şəbəkəsinə müvafiq tapşırıqlar verilib. Digər kənd sakini Çingiz Hüseynov pambıq sahələrinin suvarılmasında yaranan çətinliyin aradan qaldırılmasına köməklik edilməsini xahiş edib və onun müraciəti əsasında aidiyyəti üzrə problemin yerində araşdırılması tapşırılıb. Qəbulda iştirak edən şəhid bacısı Sədaqət Quliyeva kənddəki körpələr evi uşaq bağçasında içməli su və sanitar qovşağın qurulması zərurətini diqqətə çatdırıb. Məsələ ilə bağlı artıq müvafiq müraciətin olunduğu bildirilib, lakin problemin operativ həlli üçün Elm və Təhsil Nazirliyinə məktub ünvanlanması qərarı alınıb. Kənd sakinin isə Kərimova tərəfindən kənddə əczaxananın olmaması və kənddaxili yolların təmiri məsələsi qaldırılıb, sakinə qanunvericiliyin tələbləri izah edilməklə yanaşı, yolların cari təmiri üçün bələdiyyəyə konkret tövsiyələr verilib. Ümumilikdə səyyar qəbul zamanı qaldırılan hər bir məsələnin icrası rayon İcra Hakimiyyətinin başçısı tərəfindən nəzarətə götürülüb. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.